Hər kəsə salam. Biz bugün trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətlərinin tapılması bölməsindən bir neçə misal həllinə baxacağıq. Gəlin baxaq onlat nömrəli misala. Onlat nömrəli misalda deyilir ki, 3 çıxaq 2 sinus alfa vur kosinus alfa vur kotangens alfa ifadəsinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Gəlin əvvəlcə misalı köçürək. İlk baxışda hər kəsin fikirləşdiyi kotangens alfanı açmaqdır. Gəlin kotangens alfanı açaq. Kotangens alfanın açılışı nəyə bərabər uşaqlar? Kotangens alfa kosinus alfanın sinus alfaya nisbətidir. Gəlin açılış qiyməti aparaq yazaq yerinə. Görürük ki, uşaqlar, buradan sinus alfalar ixtisar gedir. Ancaq hansı şərt daxilində ixtisar aparmaq lazımdır? Sinus alfa fərqli olmalıdır sıfırdan. Yəni, məxrəc sıfırdan fərqli olmaq şərti ilə sinus alfaları ixtisar apardıq. Alınır ki, 3 çıxaq 2 kosinusun kvadratı alfa. Biz bilirik ki, kosinus kvadratı alfa hansı qiyməti alır? Hansı qiymətləri alır? Uşaqlar, 0-dan 1. Yəni, kosinusun kvadratı alfa 0-dan 1 aralığında qiymət alır. Biz burada kosinus kvadratı alfanın bir qiymətini götürmürük. Səbəb odur ki, biz kosinus kvadratı alfanın bir qiymətini götürsək, o zaman sinus alfa bərabərdir 0 olur. İxtisar olmamış hala baxanda sinus alfa 0 olur. Yəni, sinus alfa 0 olsa bu ifadənin mənası olmur. Yəni, ona görə biz bu misalda kosinus kvadratını hansı aralıqda götürürük? Kvadratı alfanı götürürük 0-dan 1 aralığında. Yəni, 0-ı alır, 1-i almır. Yəni, uşaqlar, bu da eynilikdən çıxır da. Bilirik ki, sinus kvadratı alfa plus kosinus kvadratı alfa bərabərdir 1-dir. Yəni, biz bunu bilirik. Kosinus kvadratı alfaya 1 verəndə sinus kvadratı alfa 0 olur. Yəni, sinus alfa 0 olur, o zaman bu ifadənin mənası olmur. Yəni, bu səbəbə biz 1 götürmürük. Kosinus kvadratını 0-dan 1 aralığında götürsək, gətirib burada yerinə yazsaq. Burada. Deməli, yazarıq 3 çıxaq 2 vuraq bir dəfə 0 yazarıq. İfadə ən qiymət eləyər 3. Bir dəfə yazarıq 3 çıxaq 2 vuraq 1 bərabərdir. Bu da eləyər 1. Deməli, bu ifadə hansı aralıqda qiymət alır? 1-i almır, çünki 1 verəndə almır. 1-i almır, 3-ü alır. 1-lə 3 aralığında. Yəni, ala biləcəyi qiymətlərin cəmi neçə eləyir? 2 üstəgəl 3 bərabərdir 5.